Bugün Culfa rayonunda olacağıq. Yerli məhsullarla dolu olan bir bazardır. Kəsirik, üstünə limon sıxırıq. Onun ləhcəsi Culfalı olur. Gedirik Gülüstan türbəsinə. Göz vermişdim ki, bura gələcəm və gəldim. Almağına bax. Bax, təndirin. Tarixi yaşadanları tarixdə yaşadacaqdır. Hər vaxtınız xeyir olsun, hər birinizi salamlayıram. Bugün Culfa rayonunda olacağıq. Culfa rayonuna Naxçıvan şəhərindən 30 kilometr məsafə vardır. Culfa rayonunda nələr var, mütləq sizinlə gəzib görüb paylaşacağıq. Eyni zamanda Culfanın bazarında, tarixi muzeylərində, adət-ənənələri, gəzməli, görməli yerləri, bunların hamısı bir arada bizimlə birgə görəcəksiniz. İndi isə vaxt itirmirəm. Gəlin gedək görək bazarda nələr var, qiyməti neçəyədir. Eyni zamanda buradakı sakinlərin yaşam tərzi necədir? Ümumiyyətlə, hansı ləzzətlər sevirlər? Hansı ərazilərdə yaşayırlar? Hansı tarixi izlər var? Gəlin, getdik. Beləliklə, biz artıq Culfa şəhərindəyik. Culfanın ümumiyyətlə şəhər olaraq çox kiçik bir şəhərdir. Təmiz və geniş küçələri vardır. Əhalinin daha da sıx olduğu yer deyil ümumiyyətlə. Bazarda da indi gedib tanış olacaq. İnsanlar daha az bazar olur, amma təmiz və səliqəlidir. Ümumi Culfa rayonu, Culfa şəhəri iki hissəyə bölünüb, Araz çayı iki hissəyə bölünüb. İran İslam Respublikası tərəfdə Culfa var və eyni zamanda da bizim Azərbaycanda yerləşən Culfa vardır. Bazara getmədən əvvəl istədim ki, Culfa şəhərində olan elə məhz bu parkla da tanış olum. Uşaqlar parkda velosiped sürür və təmiz, səliqəli və çox gözəl görsənən bir parkdır. Çox bəyəndim. Yolumuza davam edirik, üzü bazara doğru. Hal-hazırda Culfa bazarındayım. Həm balaca, həm də şirin. Gördüyünüz bu ərazidə, bax, oradan başlayır, orada bitir. Çox balaca bir ərazidə kiçik və belə kiçik zəngin, yerli məhsullarla dolu olan bir bazardır. Vaxt itirmirəm, gəlin görək bazarda nələr var, getdik. Necəsiz, bazar olsun, xoş gördük. Alça neçəyədə diqqətimi ilk səkən alça oldu. 3 manat, hardan gəldi? Hardan gəldiyini bilmirəm. Hardan gəldiyini də bilmirik, amma 3 manatdır. Bakıda deyəsən çox bahadır, səhv etmirəm. Yarpaq harandır belə? Dizə, Culfa dizə kənd. Maşallah, maşallah. Kartof cəlləbadındır deyəsən. Görürsən yerli niyə kartof əhmiri axsaqqal? Aşağı çıxmır, biz gecə açırıq. Aha. Biz gecə açırıq o dükkanı, o gecə hələ çıxmır. Təzə şey çıxsın. Allah bərəkət versin. Amin inşallah. Amin. Çaşır kimindir? Salam aleyküm. Sağ ol, siz necəsiniz? Xoş gördük. Çaşır bizimdir. Neçədir? Haran kaşırdın? Bitti. Hayqı, bizdə çıxıb indi də. Ha, tutduk sonra. Cacıq neçədir? Tadı qıraqdır. Eləmişsən 1 manat. Bu harandır? Bistin. Bazar olsun. Sağ ol. Kaşır da bistindir, cacıq da bistindir. Bazar olsun. Sağ ol. Müştəri var mı? Var. Alır. 3 aydan qalan budur. Maşallah. Allah bərəkət versin. Sağ ol. Salam aleyküm. Xoş gördük. Siz necəsiniz? Sağ ol, siz de Yaxşısınız mı? Sağ olun, sağ olun. Ha, maşallah. Başım az olsun. Amin cümlə. Göyərtilər kimindir? Mərzədir bu göyərtin adı. Ən çox dolma və küftələrdə dadlı olur. Amma mən bu çayını da sevirəm. Kaşır səndə də pistindir. Gal bis. Qart deyirlər çox. Neçədir? 3 manatdır. 3 manatdır. Ha, bazar. Ştilin neçədir? 1 manat vurdum.
Ha, bazar olsun. Salam, xoş gördük. Necəsiniz? Sən ki belə Azərbaycanı tanıtdırırsan, Naxçıvanı tanıtdırırsan, bu gözəl torpaqlarımızı tanıtdırırsan. Allah razı Allah olsun. səndən min razı olsun. Cümlətən hər birimizdən minnətdarım. Sağ ol ki, sən belə gəlib dolaşdan tanıtdırırsan məni. Sağ olun. Allah sizdən də razı olsun ki, vətəndaşlara xidmət edirsiniz. Sağ olun. Çaşır neçədir? Çaşır 5 manatlı dardaq çaşırıdır. Baxım ona. Buyurun. Hə, bu biraz fərqlidir, ona görə 5-dir. Oradakılar Yarım 3-dür. kilodur. Mən deyirəm, hələ çaşır çıxmır, gərək özüm də gedəm, Dardaq dağlara. çaşırıdır, yəni ən gözəl çaşırdır. Bazar olsun. Sağ olun, çox sağ olun, Allah razı olsun. Salam, necəsiz? Badımcan, haran, xoş gününüz olsun. Neçədir? 2 manat 20 qəpik. Bəs banan? 3 manat 70 qəpik. Bazar olsun. Soğan dəstəsinə baxın böyüklüyünə. Başqa yerdə, Bakıda, bazarlardan bir beləsini qoyurlar, bir belə. 50 qəpiyə verirlər. Balacası. Amma burada bu böyüklükdə. Neçədir bu? 50 qəpik. Kəvər neçədir? Kəvərin 5-i bir. Maşallah, bazar olsun. Cacıq. Bu 2 manat. Bu soğan biraz fərqli soğan. O ayrı soğandır. Bu Ha, dəstənin o ayrıdır, daxili, o o ayrı. çalıq soğan. Bəli. Turp neçədir? Bu ikisi 1 manat. 1 manat. Bəli. Ordubad dəstə gəlsin. Məlumat üçün bildim dostlar, mən bu turpu alanda, indi bu belə xırdadır, irilərdir, indi qarışıqdır bu. Bu yarpağını atmıram. Kəsirik, üstünə limon sıxırıq, yeməklərin yanında yeyirik, çox dadlı olur. Rokan dadını verir və çox faydalıdır. Bol dəmirlə zəngindir, xolesterini parçalayır qanda və çox faydalıdır, həzm prosesini də gücləndirir. Turpun yarpağından söhbət gedir. Salam, necəsiniz? Xoş gördük. Maşallah olsun, ikisi də sizindir. O çaşır neçədir? Saçım 3 manat. Çaşır 3 manat. Bu haran çaşır? Bu Ordubad. Bazar olsun. Sağ olun, təşəkkürlər. Sonra göbələklər harandır? Göbələk Ordubadında göz göbələyi. Bunlar da panik göbələk. Bunlar neçədir? 5 manat kilosu. Bu dağ göbələyidir. Çimən göbələyidir. Hə, çimən. Hə, 5 manat odur. Bu neçə? Bu da 5'dir, bunun altındakı 6. Hə, bu ayrıdır, o. Bu təzədir. Bu biraz qalın. Sadəcə biraz gec yığılır. Harda istəyirsən? Sadə istəsən olur. Maşallah, bazar olsun. Curfalısan? Bəli. Və ləhcə ilə bir danış görək. Turfanın ləhcəsi ilə turfalı olsun. Həqiqi. Ekskluziv qarpızımız var. Qarpız neçədir? Qarpız 2 2.50, yəni 2.50 belə, yoxsa? Yox, kilosu. Kilosu 2.50. Bəli. Yemiş, Yemiş 2 manat kilosu. tərxun 6 1 manat. 6'sı 1 manatdır. Göy lobiya 350. 3 manat 50 qəpik. Çiyələr? 6 manat kilosu. Kəllabat şeylərdir, başdan baş tərəf. Salam aleyküm, bazar olsun. Necəsiniz? Çaşır neçə? Çaşırın bunun bu. Ordubadın Bu gör nə qəşəng enli çaşır. Bunu da mən götürürəm də, nəyinə bu il mübarək eləyin. götürüb bundan dolayı. Yox, Allah razı olsun. Mən yox, ehtiyac sahibi deyiləm. Ordubad qonaqpərvəri idi bazarda. İlk burada gördüm ki, bir nəfər deyir ki, götür, qonaq ol. Amma Ordubadda, bazarda dəhşət idi. Bir mənalı. Bax, burada da qəşəng çaşırlar var. Bu neçədir çaşır? Haran çaşırdır? Gör nə qəşəng, 4 manat. Qiymətlər fərqlidir. Bax, 5-ə var çaşır. 4-ə var, 3-ə var, 3.50-yə var. Hər qiymətə var. Neçə kənd toyuğun yumurtası. Biri 30 qəpiyə. Necəsiniz? Təşəkkür Sağ edirəm, ol. xoş gəlmisiniz. Allah Mən razı çox sizə minnətdaram ki, Naxçıvan Muxtar Respublikasını kənd, rayon gəzərək ilin fəsillərinə uyğun məhsullarımızı bu qədər təbliğ edirsiniz. Sizin qarşınızdakı bu bitkinin adı uşqun bitkisidir. Əvvəllər bundan qədimlərdə boyaq maddəsi kimi istifadə olunur. Çox gözəl rəngi olduğu üçün boyaq maddəsi. Xalçalarda Lakin boyası. son illərdə təbabətin inkişafı nəticəsində bunun tibbi tərəfi öyrənilir. Hal-hazırda bu onlarla dərdin dərmanıdır. Məsələn, Qaraciyarın, nəfəs yolları iltihabının, əsas da şəkərin köməkçisidir. stəkanı 5 manat. Bu zərinc ağacının zoğlarıdır. Bundan da vaxtilə nənələrimiz xalça toxumada sarı rəng Sarı almaq rəng, üçün
istifadə edirdilər. Lakin bundan da son illərdə böyrək xəstəliklərində, əsasən böyrək qumlarında və duzlarında kiçik şəkildə parçalararaq dəmləyir, içilir, böyrək qumlarını, duzlarını təmizləyir. Zərin çolunun zoğlarıdır. Aha. Zərin soğu 2 manatdır paketlənmiş şəkildə bu 2 şəkildə. manat. Minnətdaram. Çay təşkil. Yox, sağ ol. Çay təşkil. Neçədir pendir? 8. Dadına necə baxa bilərik? Bax ki, Bismillah. Təzə pendirdir. İki ayın pendiridir. Bismillah. Şor neçədir? Öz şoruzdur. sağ ol, özümün elim xidmətçi. Eləmi? Maşallah. Bazar olsun. Çox bəyəndim. Gözəldir. Və artıq gedək digər çəkilişlərimizi eləmək, gəzməli, görməli yerləri, muzeyləri, tarixi abidələri və s. Görək vəziyyət necədir. İndi hal-hazırda dostlar gedirik Darıdağ üstü suyuna. Doğrudan da buranın çox fərqli iqlimi olduğu kimi zəngin bir təbiət var. Sizə də maraqlı olar deyə düşündüm, həmin məkanla sizi birgə tanış edeyim ki, necə bir yerdir, necə gözəl yerdir. Bədəndə olan ağrılar ki olur bəzən, həkim məsləhəti ilə həmin istirahət yerində müalicəvi əhəmiyyətləri olduğu üçün orada belə deyim, müalicə alırlar. Yolumuz da davam edir, uzun incə bir yoldayıq. Dostlar, diqqətimi çəkən məqamlardan biri də elə məhz yol oldu. İstənilən rayonlar arasında olan bu yollar geniş və 2 gediş, 2 isə gəliş. Artıq bu müalicəvi məkandayıq. Xoş gördük. Necəsiniz? Necə gəlişləriniz? Hər şey qaydasındadırmı? Hə, maşallah. Deməli, diqqətimi çəkən məqamlardan biri bu oldu ki, qazilər və birinci qrup əlillər bir vanna üçün 6 manat, şəhid ailələr və 6 yaşadək uşaqlar isə ödənişsizdir. Bunu nəzərə aldığınız üçün təşəkkür edirəm və istəyirəm ki, ümumi məlumat alaq. Vanna müalicəsi, müalicə müddəti 12-15 dəqiqədir. Çünki biraz artıq qalanda insanda halsızlıq yaranır. Mən özüm dəfələrlə bura gəlmişəm, təmizliyi mükəmməldir. Ölkənin bir çox isti su müalicəvi yerlərində olmuşam. Burada necədir, şəraitlə yaxından tanış olacaq. Bunu qeyd etmək istəyirəm ki, arsenli su müalicəvi mərkəzinə dünyanın bir çox ölkəsindən üz tutub gəlirlər. Əsasən diqqətimi çəkən məqamlardan biri də bu oldu ki, şəhid ailələrinə və 6 yaşdan balaca uşaqlara, qazi ailələrinə xüsusi endirimlər var, amma şəhid ailələrinə isə pulsuz müalicəvi xidmət göstərilir. İsti vanna qəbul etmədən əvvəlcə həkim otağında həkimlə müayinə edir, təzyiqinizi yoxlayır. Sonra isə əgər təzyiqiniz uyğundursa, bu zaman vanna qəbul edə bilirsiniz. İlk seansda 15-20 dəqiqə başlayaraq maksimum 30 dəqiqəyə qədərdir. Baxır, bu sizin orqanizminizin bu yükü qaldırıb qaldırmamağına. Ümumi məlumat vermək istəyirəm ki, burada nələr vardı və neçənci ildə fəaliyyətə başlamışdır. Qonaqpərvərliklərindən irəli gələrək bir çay süfrəsi də hazırlayıblar ki, bəs bir çay üçün mütləq gedin. Çay içənə qədər istəyirəm ümumi məlumat vermək. Dardağı 1978-ci ildən fəaliyyət göstərir. Dardağı Arsenal Su Müalicə Mərkəzi Culfa şəhərindən 8 km şimal-şərqdə, Dağın ətəyində dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir. Ərazi zəngin mineral bulaqları ilə tanınır. Burada 5 təbii bulaq və 32 mexaniki artizan quyusu mövcuddur. Eyni zamanda istədim ki, sizlər üçün də otaqları tanış edim necədir. Deməli, istədiyiniz bitki növləri burada mövcuddur ki, bax, həmin bitki növlərindən möhtəşəm bir çay hazırlanır və vanna qəbul etdikdən sonra kitablardan oxuya bilərsiniz seçilmiş xüsusi
əsərlər və kitablar, romanlar var. Çox maraqlı kitablar da mövcuddur. Məsələn, bu kitaba baxıram. Ömrümün 40-cı baharı. Bu 40 yaşı tamam olanlar oxusun. 40-ın üstü. Bəh, 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 bəh. Çayın gözəlliyi. Xüsusi otlardan hazırlanmış, zövqünüzə uyğun, müalicəvi əhəmiyyətli olan elə məhz bax bu otlardan bu çaylar da hazırlanır. Yanında limon, mürəbbə, zövqünüzə görədir. Sifariş verib içə bilərsiniz. Mən çox maraqlı, çox xoş oldu ki, qazilərə, şəhid ailələrinə və 6 yaşı ilə balaca uşaqlara xüsusi göstərilən bu diqqət məni çox sevindirdi və buna görə də Həmkarlar İttifaqının rəhbərliyinə öz təşəkkürümü, öz minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar. Dövlətimizin belə şəxslərə diqqət, qayğı göstərməkləri bizim üçün çox sevindirici bir haldır. Nəysə, çayımı içim, gedək. Əslində, dostlar, çay o qədər xoşdur ki, termosuma doldurdum. Yolda içəcəm. Bugün səfərimiz çox olacaq. Burada çayları Eldəniz hazırlayır. Eldənizə də xüsusi təşəkkürümü bildirirəm. Və istəyirəm ki, buranla da tanış edim sizi. Yeri gəlmişkən qeyd etmək istəyirəm. Bəylər və xanımlar ayrı-ayrı bölümdədir. Hal-hazırda biz bəylər bölümündəyik, xanımlar bölümü isə sağ tərəfdə yerləşir. Burada isə üstünü dəyişib, geyimlərini geyib, ayaqqabılarını dəyişib və ki, ora ayaqqabına girmək olmaz. Deməli, ən çox əsas məlumat xarakterli olan yazılar diqqətimi çəkdi. Suda yüzmək səhhətiniz üçün zərərlidir. Hovuzda müalicə müddəti 15 dəqiqədir. Uşaqların hovuzda müalicəsi müddəti 8-10 dəqiqədir. Müalicəvi sudan içmək olmaz. Əslində, yalnız şifahi məlumat deyil, eyni zamanda da yazılı və görsel olaraq bir məlumat xarakteri olmağı çox düzgün bir yanaşmadır. Bax, az qalıram, girim suyun içinə. Mən buranın suyundan nə vaxt istifadə etmişəmsə, saçım o qədər ipək, o qədər gözəl olub ki, çox bəyənmişəm. Nəysə, vaxt itirmək istəmirəm. İstəyirəm suyun çıxdığı yerlərdə sizi tanış edim. İndi isə getdik həmin əraziyə. Hava biraz istidir. Zulfa bilirsiniz də, xüsusən qeyd etmək istəyirəm ki, Azərbaycanın ən sərt iqliminə sahib olan bir ərazidir. Burada yayı çox isti, qışı isə çox soyuqdur. Deməli, dostlar, birdən elə bilərsiniz, duzdur, yeməlidir, elə deyil. Həmin bu qablar ki var, xüsusən isti su gəlir, birinci ora dolur. Bir növü belə ayırtma sistemidir, təmizləmə sistemi kimi. Sonra bunu atılır, ağappaq məni cəlb etdi deyə çəkdim. Bir də bu nədən xəbər verir? Gələn qonaqların sağlığına o qədər nəzarət edirlər ki, diqqət edirlər ki, elə məhz bu əziyyətli işi də vaxtında görürlər, təmiz, saf, isti suyu elə məhz müalicə alan vətəndaşlara ötürürlər. Bura isə suyun çıxdığı məkandır. Hal-hazırda suyun temperaturu 51-52 dərəcədir. Oy dada gəl, oy bax. Qoy bu isti sudan operatorun üzüngün fikir eləyibdir. Aha. Sağ ol. Biz gedirik Gülüstan türbəsinə. Bildiyimiz kimi Gülüstan türbəsi Araz çayı hövzəsində yerləşir. Gülüstan tarixi haqqında da elə məhz məlumatı elə yerindəcə alarıq. Hal-hazırda olduğumuz ərazi Culfa rayon Gülüstan kəndinin yaxınlığında yerləşən Gülüstan türbəsinin inzibati binasıdır.
Gülüstan türbəsi 12-ci əsrə aid dünyanın ən əhəmiyyətli abidələrindən biridir. Xoş gördük. Naxçıvan qədim və zəngin tarixə malikdir. İnsanlar bu ərazidə qədim daş dövründən başlayaraq məscən salmış və zəngin mədəniyyət yaratmışdır. Tariximizin şahidi olan abidələrimizin hər biri Azərbaycan tarixinin öyrənilməsi və təbliği baxımından mühüm elmi əhəmiyyət daşıyır. Bu abidələr içərisində 12-ci əsr memarlıq abidəsi olan Gülüstan türbəsi xüsusi yer tutur. Gülüstan türbəsinin sərdabəsi kürsülük adlanan yerüstü hissədə yerləşir. Kürsülük xalisdən kəsik piramida, daxildən isə silindrik quruluşa malikdir. Planda kvadrat olan kürsülük yuxarıda düzgün 12 bucaqlıya çevrilir. 12 bucaq. Bəli. Onun üzərində isə 12 üzlü üst kamera yerləşir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə və dekorativ tağlarla bəzədilmişdir. Türbənin yerləşdiyi ərazinin güllük-gülüstanlıq olmasına görə bura Gülüstan türbəsi adını verildiyi haqqında da bir ehtimal vardır yerli əhali arasında. Türbənin hündürlüyü 16 metr 20 santima bərabərdir. Üstündə kitabəsi qalmadığından kim üçün tikildiyi, kim tərəfindən tikildiyi və dəqiq olaraq hansı tarixdə tikildiyi haqqında məlumat yoxdur. Lakin işlənmə üslubu, memarlıq, konstruktiv xüsusiyyətlərinə görə 12-ci əsrin sonu, 13-cü əsrin əvvəllərinə təsadüf edilir və memar Əcəmi Naxçıvani məktəbinin yetirmələrinin tikdiyi ehtimal olunur. Hal-hazırda durduğum yer Əlincə çay hövzəsinin tam yaxınlığında yerləşən dağ başıdır. Baxaq görək nələr var, nələr yox. Vətəndaşların salamını da almaq lazımdır. Bax belə. Deməli, dostlar, məlumat üçün bildirim. Hal-hazırda biz Əbrəqunuz kəndinin ərazisindəyik. Bu gördüyünüz məscid Əbrəqunuz kənd məscididir. Əlincə qalasının qoynunda yerləşən mükəmməl bir məkan var. Bu məkan bizim qazi qardaşımıza məxsusdur ki, vətəndaşlara elə burada xidmət göstərir. Bu gözəl qızımız hara getdi? Gəl bura Ailə xanım. Ailə xanım, adı Ailə. Ailədir, bəli, bəli. Ailə, necəsən? Maşallah. Yol gəlmişik, yorulmuşuq. Bir çay içək. Əslində, dostlar, burada o qədər ləzzətli, bax küləyə bax. O qədər dadlı kətə verilir ki, yəni dəhşətli bir şəkildə. Buyur bəy, mən qulluq eləyim də sən. Təşəkkürlər, var olasınız. Dostlar, çay biz içək, sonra kəndirə keçəcəyik. Kəndiri qızışdırmağa kömək elədim. Bu burada qızışsın. Bismillah. Parmağına bax. Bax. Getdik yeməyə. İnşallah. Bizə nuş olsun. Hə, sağ ol. Kətəmiz buradadır. İçində var yerli buran pencərləri, pomidor pastası, soğan, düzdürmü? Quş əpbəyi, quş quyruğu, əvvəli, əmən kömənci. Təndirdə ayrıdır da. Özü, sənə deyirlər heç arıqla. Bu yiyən arıqlıyor bir də. Bu dadı, bu ləzzəti. Təndirən dalı belə gəlir. Hə, Bizdən görsən gedir adamı. Onun başqa ləzzəti olur, onun dadı tamam başqadır. çox dadlıdır, çox ləzzətlidir dostlar. Bunun biri neçə o? Bir dənəsin 1 manat 50 qəpik. Qaşaq.
Amma xəmiri o qədər gözəl, xırç-xırç. Yer var, kətən qoyursan ağzına, rezin kimi xəmiri olur. Amma bazı mən gəzirsiniz də siz hər yeri görün. Belə bir dadda, belə bir gözəllik. Yox. Yəni mən heç vaxt heç kimin malını pisləmərəm həyatım boyda. Mən deyirəm, amma Hə. müqayisə edirik Bu də yəni. şəkildə, bu vəziyyətdə odunla belə bir şey yoxdur. Həqiqətən yoxdur vallahi. Bizə nuş olsun, göz haqqıza halal edin. Yeməkdən sonra bax o dağın başına çıxacaq. Operator indidən qaçmaq istəyir, amma gedəcəyik. Bax, biraz əvvəl oradaydıq. İndi isə üzü yuxarı doğru 1200 neçə pillə vardı və bu pillələri bir-bir yuxarı doğru çıxmağa çalışacaq. Operatorumuz yorulub, amma dedim ki, dua etdi ki, yağış yağsın, bəlkə getməyək, olmaz ki, olmaz dedi. Gəlin birgə bu qalanı yenidən yaxından gəzək, görək. Təsəvvür edirsiniz, yəni bu qalanın bu qədər sərt qayaları olmaqla bərabər insanlar bu qala üçün, qorunması üçün mübarizə, alınması üçün də başqa bir hücum taktikası olunurdu. Əlincə qalası tarixlərcə insanların ağlında, fikrində alınmaz qala kimi qalmışdır. Çünki bu qalanı 14 il mühasirədə qalınmasına baxmayaraq, qala öz möhkəmliyini qoruyub, yenə də saxlamışdır. Deyirəm, bax, görəsən, operator getməsə olar. Hə, olar deyir, baxşı. Bəs onda kim çəkəcək? Deyir, drone görüntü eləyərik. Yox, gedək. Deməli, əvvəllər biz bu qalaya çıxarkən uşaqlıqda qalanın bu nərdivanları yox idi. Biz bu qalaya çıxmaq üçün birbaşa dağlarla, qayalarla çıxırdıq. Amma indiki dövrdə, yəni sağ olsunlar, belə bir nərdivanlar inşa etdilər. İnşa edərkən əlbəttə burada bir çox insan işləyirdi, çalışırdı. Eyni zamanda atların və uzun qulaqların gücündən istifadə edirlər. Doğrusunu desəm, bir çox uzun qulaq və at olaraq məhv oldular. Çünki bu daşları bir-bir qaldırılmasında məhz həm insanların, həm də heyvanların böyük bir gücü istifadə olunmuşdur. Deməli, burada çox gözəl bir söz yazılıb. Tarixi yaşadanları tarix də yaşadacaqdır. Və xüsusi bir qeyd var ki, Əlincə qala 1-ci, 6-cı əsrlərə aid dünya əhəmiyyətli bir abidədir. Qalan bu 1-ci qala, bir neçə səth var. Səhv etmirəmsə, indi yaxından tanış olarıq. 3 səth var. Qalanın qorunması üçün 3 əhəmiyyətli qala səddindən istifadə olunmuşdur. 1-ci sədd, 2-ci sədd və 3-cü sədd. Hal-hazırda biz 1-ci sətə daxil oluruq. Yox, nə qədər qoca olsam da, hələ də cavanam. Çıxa bilirəm bunlar qaçaraq. Əlincə qalasının qorunması üçün istifadə olunan 1-ci qala səddində. Bu gördüyümüz qala səddində elə məhz mühafizəçilər qalanı müdafiə etmək üçün elə məhz buradan qarşı tərəfi ox və ya daş ilə hədəf alırdılar. Sonra isə əlbəttə qalanın 2-ci səddi var. 2-ci səddi daha
zirehli şəkildə hazırlanmışdır. Yaxşısı budur, gəlin ikinci səddə doğru bərabər gedək. Bu setka nədir bura? Hovuz olmalıdır. Baxın, ha bulaq. Ayda, bulağa bax, bulağa. Bəh, bəh, bəh. Gəl bura, gəl, gəl. Gəl, gəl, gəl. Gəl. Deməli, məlumat üçün bildirim. Qalanı müdafiə edərkən qazılmış dərin quyular və hovuz kimi istifadə olunurdu. Yağış sularından həmin hovuzlara dolurdu. Bu hovuzlar həmin hovuzlardan biridir. Biraz yoruldum, yorulmadım deyil. Amma mən məlumat üçün bildirim. Nə gördüm burada? Yeməli olaraq otlardan quzu qulağı vardır. Onun da dadına birgə baxarıq. Hələ qalıya çataq. Bu isə bu ağac. Məşhur dağdağan ağacıdır. Deməli dostlar, qeyd etmək istəyirəm ki, Əlincə qalasının üzərində bir neçə dənə bax belə bir hovuz var ki, gördüyünüz bax, orada qayada cığırlar, görürsünüzmü, daşlar belə yonublar. Yağışın, qarın suyu il boyu bax belə bir hovuzlara toplanırmış və buradakı sakinlər ondan istifadə edirmişlər. Əlincə qalasından əldə olunmuş şirli, keramik məmulatlardır. 14-cü, 15-ci əsrlərə aid olan komponentlərdir ki, bunlar güzələrdir. Və eyni zamanda, ümumiyyətlə, burada ən maraqlısı hər dövrə aid olan xüsusi sikkələr var ki, bu 8-ci əsrə aid sikkələr anonim quruluşlardan ibarətdir. Hər bir ölçüdə də mövcuddur. Əlincə çayı sahilində əyləşib bu mənzərəni seyr etmək insanı fərqli düşüncələrə aparır. Qarşımda yüksələn, alınmaz qala olan Əlincə qalası, kənarında isə öz səsi ilə, öz görüntüsü ilə diqqət çəkən Əlincə çayı vardır. Gəlib çıxdıq möhtəşəm Nəiminin türbəsinə. Fəzullah Nəimi Nəsiminin müəllimi olub və eyni zamanda hurifilərin banisi olub. Ən yaxşısı odur ki, gedək yaxından tanış olaq.
Buyurun. Əlincə qalasının yuxarısına çıxdıqdan sonra inanın ki, bura gəlmək o qədər rahat gəlir. Çünki o qədər hündür pillələri çıxdı, yüksəkliyə qalxdıq. 1200-1300 mərdivan ola bilərdi, dəqiq sayını bilmirəm. Amma mən sizi bu gözəl Nəyiminin türbəsi ilə yaxından tanış etmək istəyirəm. Ən əsas odur ki, bax, bu mənzərə var. Kənddən tüstü çıxır. Qarşıda Genli dağı, Pulovlu dağı, Xanagah kəndi, Əlincə kəndi. Lap o dağın qoynunda isə Göydərə kəndi görsənir. Salam, xoş gördük. Necə, sağ olsun, necəsiniz? Təşəkkür edirəm, Allah razı olsun. Bismillah. Gəl, tanış olaq. Deməli, həqiqətən də Allah razı olsun ki, bax, belə bir memarı üslubda olan bir yer yenidən təmir edib insanların xidmətinə verilmişdir. Geniş, bax, bu genişlikdə sütunları malikdir və içəriyə daxil olaq. Bu isə sonlardan tapılmışdır və bura əks olunmuşdur. Fəzullah Nəyimi Hurifiliyin banisi və ən nəhəng sufilərindən biridir. Hurifiliyin fəzi tərəfindən Azərbaycana 14-cü əsrin sonlarında bərqərar olmuşdur. (1394-cü ildə Əmir Teymurun oğlu Miran Şahın əmri ilə Nəyimi Fəzullahı qətlə yetirdilər. Yerli əhalinin ona olan hörməti ölümdən sonra daha da artdı. Onu hazırki məqbərənin yerində dəfn etdilər. Ölümdən sonra burada, Naxçıvanda insanların ən çox ziyarət etdiyi məkanlardan birinə çevrildi. Beləliklə bugün gəzdik. Culfada, bazarda nələr var, bir-bir qiymətlər də öyrəndik. Ümumiyyətlə günümüz çox maraqlı oldu. Artıq sağollaşmaq vaxtıdır. İstəyirəm sizinlə sağollaşım. Doğrudan da mənim üçün çox maraqlı gün oldu. Ümid edirəm sizin üçün də çox maraqlı oldu. Yenə də xüsusi ləzzətlər ovlayaraq həm gəzək, həm də görək. Mütləq gələcəkdə harda olacam, sizinlə bölüşəcəm. İndi isə sağollaşıram. Özünüzdən müğayət olun, Allaha əmanət olun. Hələlik. Gezək görək bir adilər, ləzzət ovşusu izilər.